Milli Onkologiya Mərkəzi yeni kontrakta imza atıb. Bununla da yerli onkoloqlar ABŞ-ın Anderson Xərçəng Mərkəzinin təcrübə və imkanlarından faydalana biləcəklər. Dünyanın xərçənglə mübarizə üzrə ixtisaslaşmış öndə olan klinikanın mütəxəssisləri Azərbaycanlı onkoloqlarla təcrübə mübadiləsi aparacaq, birgə əməliyyatlar və xəstəliklərin müalicəsi işini görəcəklər. Bu məqsədlə Birləşmiş Ştatların Anderson Mərkəzi ilə Milli Onkologiya Mərkəzi arasında müqavilə imzalandı. Amerikalı onkoloqlar Milli Onkologiya Mərkəzində xərçənglə mübarizə üçün yaradılan şəraiti yüksək qiymətləndirdilər. Anderson Mərkəzinin vitse-prezidenti Oliver Bogler söylədi ki, Azərbaycanda onkoloji xidmətin inkişafına göstərilən bu qayğı və maliyyə yatırımları, bu cür gözəl mərkəzin və xidmətlərin yaradılması gözəl bir təşəbbüsdür. Bu müqavilə bizim üçün çox önəmlidir nəyə görə ki, biz onlarla birlikdə elmi tədqiqat işləri aparacağıq. Bizim həkimlərimiz gedib ixtisası orada deməli təklim işləyəcəklər və onların sənətkarları, professorları, alimləri gələcək Azərbaycana elmi praktik konferans keçirdəcəklər, lazım olandadır. Xəstələrlə də işləyəcəklər. Ona görə biz hamımız çalışırıq və hamımız arzumuz birdir ki, bu xəstəlik tamamilə müalicə olunsun. Biz bütün dünyada xərçənglə mübarizə üçün partnyorlar axtarırıq. Onkologiya mərkəzi artıq o tərəfdaşlardan biridir. Xərçəng ağır xəstəlik olduğundan onunla mübarizəni heç bir mərkəz tək başına apara bilməz. Ona görə biz eyni səviyyədə, eyni imkanlara malik olan mərkəzlərlə tərəfdaşlıq edirik. Müqavilənin imzalaması Azərbaycanın onkoloq və tədqiqatçılarına Birləşmiş Ştatlarda təmənnasız klinik və elmi təcrübə mübadiləsi proqramlarında iştirak imkanı verir. Milli Onkologiya Mərkəzi müasir üsullar, dərman vasitələri ilə xəstəliklərin müalicəsini həyata keçirir. Mərkəzdə həm təchizat, həm kadr baxımından xərçəngin diaqnostikası, müalicəsi üçün bütün imkanlar yaradılıb. Milli Onkologiya Mərkəzi Azərbaycanda 650 çarpayılı klinik bazası olan bədxassəli şişlərin diaqnostikası, müalicəsi, profilaktikasına dair məsələlərin öyrənməsi ilə məşğul olan dünyanın ən aparıcı ixtisaslaşmış elmi tədqiqat müəssisələrindən biridir.